Qoç. Bugün qoçlar üçün ön plana çıxmaq vaxtıdır. Ola bilsin ki, iş kollektivinizdə artıq uzun müddətdir bir münaqişə yetişir və belə hallarda yalnız siz soyuqqanlığınızı qoruya bilirsiniz. Bunu sübut etmək üçün sizə fürsət yaranacaq. Təəssüf ki, bugünkü günün astroloji şəraiti uzun sürməyəcək. Artıq növbəti gün ulduzların mövqeyi dəyişəcək. Axşam saatlarında restoranda və ya kafedə dincəlməyə özünüzə icazə verə bilərsiniz. Gecə klubuna getmək isə məsləhət deyil, çünki xidmət heyəti ilə xoşagəlməz bir vəziyyət yarana bilər. Buğa. Əziz Buğa, artıq öz birbaşa vəzifələrinizlə məşğul olmağın vaxtı çatmayıbmı? İşdə xeyli iş yığılıb. Bugün qollarınızı çırmalayın və onların öhdəsindən gəlməyə başlayın. Kömək üçün həmkarlarınızı da cəlb edin. Elə bu fürsətdən istifadə edib öz nüfuzunuzu da hiss etdirmədən möhkəmləndirməyə çalışın. Bugün maddi xərclər mümkündür. Daşları səpməyin vaxtıdır, amma unutmayın ki, onları yığma zamanı da gələcək. Əkizlər. Bugün əkizlər üçün hər şey uğurlu olacaq, hər yerə çatacaqsınız. Ancaq nə isə gözdən qaçırmaq və ya təsadüfən unutmaq ehtimalı böyükdür. Sonradan bu ciddi bir çətinliyə çevrilə bilər. Bugün qısa işgüzar səfərlər də istisna edilmir. Bugün bürcünüzün nümayəndələrini aldatmaq həmişəkindən daha asan olacaq. Tanımadığınız insanlardan gələn təkliflərlə razılaşmayın və lider rolunu üzərinizə götürməyin. Böyük ehtimalla sizə günah keçisi rolu hazırlanıb. Bu isə sizin obrazınıza uyğun deyil. Xərçəng. Əziz xərçənglər, əgər bugün sizi hər hansı riskli bir işə qoşulmaq istəyi bürüyürsə, tələsməyin və düşünülməmiş qərar verməyin. Həmkarlarınız sizi lazımsız mübahisəyə və ya araşdırmaya cəlb edə bilərlər. İstənilən yolla bundan yayınmağa çalışın. Ən yaxşısı, əvvəldən planlaşdırdığınız işlərlə məşğul olun. Heç olmasa bu halda mənəvi rahatlıq əldə edəcəksiniz. Axşam isə romantik bir görüşdən imtina etməyin. Şir. Şirlər böyük ehtimalla bugünkü gündən razı qalmayacaq və daha yaxşı gələcəyi ümid edərək qəlbinizdə şübhə toxumu səpəcəksiniz. Əslində isə vəziyyət o qədər də pis deyil. Sadəcə sonsuz qayğılardan yorulmusunuz və həyat artıq uzun müddətdir ki, sizə xoş bir sürpriz bəxş etməyib. Biraz səbirli olun, hər şey yoluna düşəcək, işgüzar əlaqələr sizə məmnunluq gətirəcək. Lakin bunu yaxın insanlarla görüşlər barədə demək olmaz. Onlar sizi xırda xahişlər və daimi iradlarla yora bilərlər. Axşam tək qalaraq keçirmək daha məqsədə uyğundur. Qız. Bugün qızlara yaxşı maaşlı bir iş təklifi oluna bilər. İmtina etməyin. Sizin üçün müqavilə və kontraktların bağlanması baxımından uğurlu bir dövr başlayır. Sadəcə həmkarlarınızın paxıllığından ehtiyatlı olun. Davranışlarınızda daha diqqətli olun və münaqişələrin həllini uzun müddətə uzatmayın. Sizin əzmkarlığınız və peşəkarlığınız uğura aparacaq. Yalnız real işlərə diqqət yetirin. Axşam saatlarında ailə daxili mübahisələrdən mümkün qədər uzaq durun. Yaxınlarınızla münasibətlərdə səbir və təmkin göstərin. Tərəzi. Bugün sizin üfüqünüzdə əvvəlcə sadəcə simpatiya bəsləyən, daha sonra isə qayğılarınızı ürəyinə yaxın qəbul edib onların həllində kömək edəcək bir insanın peyda olması istisna deyil. Bugün tərəzilərin həyatında bir çoxu üçün işıqlı bir dövr başlayır. Güc və enerji axını hiss edəcəksiniz. İşdə təşəbbüskar olsanız, sərfəli işgüzar əlaqə qura bilərsiniz. Yeni tanışlıq isə aktiv həyat mövqeyi tutmağınıza kömək edəcək. Bugün maddi qazanca üstünlük verin, çünki başqalarından asılı olmamaq sizin üçün vacibdir. Axşam saatlarında boş vaxtınızı özünüzə, sağlamlığınıza və dincəlməyə həsr edin. Əqrəb. Əqrəblərin cilovlanmayan ambisiyaları sosial statusun yüksəldilməsini tələb edir və məhz indi planlaşdırdıqlarınızı həyata keçirmək üçün ən uyğun zamandır. Bəzi əqrəblərə bugün yeni vəzifə təklif oluna bilər. Əgər onların sırasında olsanız, seçimdə tələsməyin, yaxşı düşünün və yaxınlarınızın məsləhətlərinə qulaq asın. Bu mərhələdə astroloji vəziyyət elədir ki, sizə zərər verə biləcək yeganə şey az tanıdığınız insanlarla ünsiyyətdə həddindən artıq açıq olmağınızdır. Oxatan. Mədəniyyət və jurnalistika sahəsində çalışan oxatanlar üçün uğurlu bir gündür. Bugün gündəlik, rutin işləri yoluna qoymaq və yaradıcılıqla məşğul olmaq üçün əlverişli zamandır. Yalnız ikinci yarınız bir qədər nazlana bilər, amma həddindən artıq sərt olmayın, tezliklə hər şey qaydasına düşəcək. Axşam saatlarında idmanla məşğul olmaq, romantik bir münasibətə başlamaq və ya özünüzə biraz yüngül, qayğısız əyləncəyə icazə vermək yaxşı olar. Oğlaq. Bugün oğlaqlar üçün müqavilə imzalamaq və kontrakt bağlamaq baxımından
baxımından əlverişli bir gündür. Nailiyyətləriniz həmkarlarınız, dostlarınız və yaxınlarınız tərəfindən yüksək qiymətləndiriləcək. Gün xüsusilə sahibkarlar və əqli əməyin nümayəndələri üçün uğurludur. Gənc oğlaqlar özünə inam qazanacaq, yetkinlər isə hələ də enerjilərinin tükənmədiyini görəcəklər. Ehtimal var ki, ikinci yarınız sabah bir qədər diqqətsiz hiss edə bilər. Buna imkan verməmək üçün qayğı və marağınızı nümayiş etdirin. Dolça. Əziz dolçalar, bugün yeni işləri öyrənmək və tanıdığınız bilik sahələrinə yiyələnmək üçün uğurlu gündür. Hər hansı kurslarda iştirak edə bilərsiniz. Öyrəndikləriniz həyatınızda birbaşa lazım olmasa da, ünsiyyət dairənizi genişləndirəcək. Bugün həmçinin iş kollektivində nüfuzunuzu möhkəmlətmək üçün əlverişli gündür. Siz yalnız etibarlı icraçı kimi deyil, həm də ideya generatoru kimi özünüzü göstərə biləcəksiniz. Həmkarlarınıza qarşı həssaslıq və dostyanə münasibət göstərmək əldə etdiyiniz nəticələri möhkəmləndirməyə kömək edəcək. Balıqlar. Bugün balıqların bütün düşüncələri və hərəkətləri bir şəkildə öz işinə başlamaq və ya mövcud işini inkişaf etdirməklə bağlı olacaq. Yəqin ki, dostlarla tamamilə yeni işgüzar əlaqələr quracaq, lakin birgə layihələr sizin istədiyiniz qədər uğurlu olmayacaq. Axşam saatlarında uzanmış bir romantik münasibət üçün öz enerjinizi sərf etməyin. Özünüzə qarşı dürüst olun. Böyük ehtimalla siz də artıq belə münasibətlərdən yorulmusunuz. Qərarı verməyi tərəfdaşınıza həvalə edin. İndi əsas olan üzü qorumaqdır.